Bura Azərbaycandır. Bakı vaxtı ilə saat 20-dir. Azərbaycan televiziyasının efirində ASTV xəbəri izləyirsiniz. Paytaxtın bəzi ərazilərində yaşayış binalarının eyvanları təhlükəyə çevrilib. Sakinlər bildirirlər ki, baxımsız qalan bu eyvanlar hər an uça və faciəyə səbəb ola bilər. Görək söhbət hansı ərazilərdən gedir? Paytaxtın müxtəlif ünvanlarında bəzi yaşayış binalarının eyvanları qəzalı vəziyyətdədir. Sakinlər deyir ki, güclü külək əsəndə və ya yağışlı havada eyvanlar daha təhlükəli olur. Tökülür də, bu təhlükəlidir. Şəxsən uşaqlar keçə bilər. Hansısa uşağın bir başına xəsarət yetirə bilər. Maşın cəhənnəm, maşın. Apar düzələn şeydir. Amma uşağın başına düşdü, Allah eləməsin. Nə hadisə, nəsə oldu, kim cavab verəcək ona? Bəzilərini şörtlərini düzəldiblər. Amma bəziləri baxımda görün nə gündədir o. Bir dənə külək olan kimi tak tökülür. Qəza vəziyyətindədir. Əli Nəzmi küçəsində də vəziyyət eynidir. Bəzi eyvanlar artıq rahatlıq üçün yox, risk mənbəyi kimi qalır. Çatlar, qopan beton hissələr və zəifləyən konstruksiyalar sakinləri narahat edir. Belə vəziyyətdə sual yaranır. Qəzalı balkonlarla bağlı sakinlər hara və kimə müraciət etməlidirlər? Mütəxəssislər bildirirlər ki, uzun illər istismar olunan binalarda eyvanların dayaqları zəifləyə bilər. Vaxtında təmir və monitorinq aparılmadıqda isə bu cür hallar qaçılmaz olur. Bu binalar möhkəm tikilsə də, bu təbii prosesdir ki, binanın konstruksiyaları mütləq hər bir 30, 40, 50 ildə təbii ki, mütəxəssislər tərəfindən baxılmalıdır, binaya texniki baxış keçirilməlidir. Bu binaların fasadları bərpa olunur, eyvanlar eyni şəkildə bərpa olunur, amma faktiki bu təzə eyvanlardır biz bilirik. Onların beton konstruksiyası yenidən faktiki işlənilir və Bakı Şəhər İcra Hakimiyyəti binalara ikinci yaşayış verir. Onların ömrünü uzadır və indi 100-200 il yenidən bu eyvanlar faktiki insanlara qulluq edə bilərlər. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirdilər ki, qəzalı vəziyyətdə olan eyvanlarla bağlı sakinlər yaşadıkları ərazi üzrə mənzil kommunal təsərrüfat birliklərinə, yerli icra nümayəndəliklərinə, eləcə də mənzil mülkiyyətçisinə müraciət etməlidirlər. Şamilə Şamil qızı, Rüstəm Abdullayev, ASTV Xəbər.